Детки спрашивают Творца. Uşaqlar yaradandan soruşur. «А душу Stasik, ты мне ikinci вложил sinif мою şagirdi. или чью-то?» Bəs sən mənə öz ruhumu yerləşdirdin, yoxsa kiminsə? Yox, ruhunu özün almısan. Amma əgər onunla razı deyilsənsə, onu islah edə И bilərsən. какой душе Bəs hansı ruha çatmaqla? Hamını sevənə. А есть Bəs такое insanda belə стремление bir meyl у var? человека? Elə А у düşünmürəm. ребенка? Bəs uşaqda? Düşünürəm ki, uşaqlar böyüklərdən daha çox islaha yönəlmişdir. Böyüklər artıq alışıb, böyüyə elə gəlir ki, daha yaxşı olmayacaq və ola da bilməz və sadəcə olanla razılaşmaq lazımdır. То есть у детей еще Deməli, теплится uşaqlarda надежда. hələ də ümid gözərir, eləmi? По идее, как-то Prinsipcə, набираясь опыта, biz мы sanki должны güya вроде бы təcrübə как бы, знаете, toplaya-toplaya, səbir, təcrübə haradan toplaya bilərik ki, olanla razılaşmayaq. соглашаться. Razılaşırıq. Biz razılaşırıq. Demək ki, bizi hələ daim vuran zərbələr üzündəndir. Biz nəyəsə çatmamış bizi vururlar. Bəli, bu sadəcə özümüzü islah etməyə tənbəllik etməyimizdəndir.